Mənzurə. Söhbət bu, o söhbət olmasın. Yox, mən bir dəfə o söhbəti edirəm. Söhbəti də. Gedirəm. Mən Əflatun bəyə hörmətim var, sənə də yox. Əflatun gəlmir. Mən başqa şey danışmağa. Lazımdır sən Əflatundan danışırsan. Yox, bu nə aqressiyadır? Nə aqressiya? Bu siz başqa verilişlərdə oldu. Sadəcə bir dənə həmin zavrda dedim ki, həmin zavrda demədim. Yox, ondan sonra gəldim orada. Orada 10 nəfərin adı çıxmalıydı da. Kimsə 10-cu yerdə olmalıydı da. Mən də onun adı çıxanda onu ona qoydum. Bunu şirk nəsə böyük bir şey elədilər ki. Onda deməli aramızda soyuq münasibət var. Soyuq deyəndə olub gedib də, olub. Bəs Əlikiramla onda niyə barışdın ki? Bax, Əlikiram başqa, məsələn, Əlikiram məndən nə qədər üzr istədi. Dedi, Mənzurə eləmişəm də, indi olub da, sən mənə bağışla elə. Mənzurə dəstək olan insanlar görmədim sənə. Hə, heç kim. Camiadan səni görüblər də o məsələdə. Yəni, bax, bir çox müğənnilərə demirsən ki, dəstək olmuşsan. Çünki sən cavan... Mən çalışmışam, hamıya yaxşılığı. Mənzurə xanımın dediyində bir taktika var. Dedi ki, mən 18 yaşında populyar olmuşam. 15. 15, amma onlar 30 yaşından sonra. 40 yaşından. Yəni, demək istədi ki, mən gənc xanım idim. Toylara gedirdim. Yəni 15 yaşında yoxdur, 22, 23. Bütün corataqın ayaqçısı 15 yaşından məndə idi. Bunu niyə pis yerə yozdular ki? Niyə kim yozur ki onu? Çox adam. Ada özü bilər, mənə pis yer yozmağa yer yoxdur. Yer yoxdur. Mən bilsən ki, düz danışanam. Hə, danış görüm. Sənin üzvə söz deyib qorxan müğənnilər mənə yığdılar ki, ay Tolik, belə dedim, çıxdıram da Mənzurə, niyə demirsən? Hə, düşündüm. Yox, Mənzurənin ağzına düşmək istəmirik. Bu nə deməkdir? Yəni, ayıbları var yanında ki, onların... Yox, mən heç kimin heç ayıbı olsa da kim nə eləyir, əslində mən həmişə onu dəstəkləyirəm, deyirəm, yaxşı eləyir. Kim nə eləyir, öz həyatını yaşayır. Əslində, mən də istəyərdim nələrsə eləyim, amma o hərənin öz qabında olandır. Mənzurə belə bir açıqlama verdi bir neçə il bundan öncə ki, duet ortaqlarının əksəriyyəti Ölüb o da. Yox, mən sənə deyim. Sənin zəngindən sonra o duet adamlarından biri zəng vurdu. Dedi, biz Mənzurə ilə görüşəndə dedi ki, niyə görə ümumi deyirsən? Dedim, ümumi deməmişəm, xeyr. Dedim, bir dəqiqə. Demişəm 50%, 70%.